Salam, Reala baxırsınız və biz sizə ən son xəbərləri çatdırmaqda davam edirik. Bildiyiniz kimi ADA Universitetinin təşkilatçılığı ilə Yeni Dünya Nizamı forumu, beynəlxalq forumu keçirildi və məhz bu forumun tamamında da Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev çıxış etdi və məhz onun çıxışının ətrafında biz müzakirələrimizi Ramiz Yunus, siyasi ekspertlə davam etdirəcəyik. Salam Ramiz bəy, təşəkkür edirik bizə zaman ayırdığınız üçün. Və siz artıq Amerikadan bu forum üçün buraya gəlmişsiniz və siz də məhz cənab prezidentin çıxışı zamanı oradaydınız və sizin sualınızla bağlı mən istərdim ki, elə sizə sual verim əvvəlcə. Amerika Birləşmiş Ştatlarından hansı təhlükələr gözlənilə bilər ki, siz sırf bu istiqamətdə sualınızı verdiniz cənab prezidentə? Mən deməli, keçən il Şuşa şəhərində mənə qismət oldu, media forumda iştirak edim və o zaman mənim xatirimdədir, mən cənab prezidentə onun gözləntiləri Amerikada olan seçkilərdən artıq sordum onun fikirlərini, kim daha yaxın ola bilər, onun məsəl 20 illik təcrübəsini nəzərə alaraq. Və o zaman üstü örtülü də olsa hər halda, o başa düşülən idi ki, respublikaçılarla daha da onun üçün yaxın münasibətlər olub və onlar daha da düzgün mövqe göstərirlər ki, Azərbaycanla Amerikanın arasında olan münasibətlərinə. Və indi məhz bundan irəli gələrək, mən bu günləri ondan bir davamı olaraq soruşdum ki, sizin gözləntiləriniz artıq respublikaçılar hakimiyyətdədir, 3 aydır və doğruldu mu bu gözləntiləriniz? Və yoxsa hələ ki tezdir? Hələ ki tezdir bu barədə danışmaq. Və ikinci sualım ondan ibarət idi ki, bu günləri dünyada gedən bu geosiyasi proseslər, hansı ki görürsünüz, istər Rus-Ukrayna savaşı, istər yaxın şərqdə gedən proseslər, İranla bağlı məsələlər, əlbəttə ki, çox təhlükəli bir proseslər gedir və o baxımdan Azərbaycan üçün və bizim ümumiyyətlə regionumuz üçün hansı təhlükələr o görür ilk növbədə, onun təcrübəsini nəzərə alaraq. Və mənim üçün çox vacibidir, çünki Amerikadan baxış bir baxışdır. İçərdən olan belə təcrübəli siyasətçinin baxışı başqa ola bilər, çünki o, əlbəttə ki, onda olan informasiya, imkanları daha da genişdir də. O baxımdan əlbəttə ki, mənim üçün çox önəm verdim o sözlərə ki, o dedi ki, bəli, gözləntilərimiz yavaş-yavaş doğrulur. Çünki artıq Amerikadan, Washingtondan anti-Azərbaycan abu-havanı biz eşitmirik. Hətta medianın özündə də daha eşitmirlər. Çünki medianı həmin o Amerikan səsi olsun, Radio Liberty olsun və başqa o solçularla, keçmiş demokrat hakimiyyəti ilə bağlı media strukturlarının maliyyə mənbələrinin kökünü kəsib Donald Trump və kəsməyini davam edir. Və o baxımdan əlbəttə ki, Amerika harda, Azərbaycan harda, ona görə onlar bu günləri heç imkanları da yoxdur bizlə, onlar öz taleyi ilə bu günləri məşğuldular. Bu çox müsbət bir məlumatlardır və ondan başqa nəzərə çatdırmaq istəyirəm sizə ki, 2 gün bundan öncə Benjamin Netanyahu gəlib Trumpla görüşüb və həmin o görüşdə bilmirəm, siz fikir verdiniz, yəni yox, ən önəmli məsələ o idi ki, Benjamin Netanyahu'ya baxa-baxa, jurnalistin sualına cavab verərək, Donald Trump dedi ki, mən dünənləri cənab Erdoğanla, Türkiyə prezidenti ilə danışdım və təbrik elədim onu. Dedim ki, 2000 il ərzində heç kim bacarmadığınız Suriyada, sən bacardın və onu təbrik elədim. Hərçən ki, deyir, o boynuna almadı, çünki o ağlı bir kişidir. Bu söz və Netanyahu deyir, Bibi, sən düzgün özünü aparsan, sənin onunla münasibətini mən düzəldə bilərəm. Yəni ki, tam dəstək verdi bu məsələdə. Açıq-aşkar göstərdi ki, onun Türkiyəyə qarşı və Türkiyə siyasi rəhbərinə qarşı, prezidentinə qarşı münasibəti çox müsbətdir. Türkiyə Azərbaycanın bir nömrəli hərbi siyasi müttəfiqidir. Bizim Şuşa bəyannamemiz var. Və bu baxımdan həmin cənab prezidentə bu günləri ikinci sualda ünvanlayıblar. Mənim yanımda olan iştirakçısı dedi ki, Türkiye'nin İsrail'lə olan münasibəti, Azərbaycanın mövqeyi necədir? Və buradan irəli gələrək mən elə indi onun cavabından görürəm ki, həm də bu Trump'ın dünənki cavabından demək olar ki, Azərbaycanın bu məsələdə rolu çox böyükdür. Hərçən ki, cənab prezident dedi ki, bu məsələ haykü sevmir.
pərdə arxası proseslər getməlidir. Biz bilirik ki, prezidentin yaxın ətrafı, onun köməkçiləri, onun bir də Hikmət Hacıyev əlbəttə ki, gediblər, görüşlər, yüksək səviyyədə görüşlər keçirdilir İsraildə, prezidentlə, baş nazirinə, xarici işlər nazirinə, Türkiyənin özündə də. Deməli, Azərbaycanın öz səviyyəsinə, öz işi görür. Amerikada əlbəttə ki, öz işində görəcək. Çünki SSR vaxtından, soyuq müharibə olandan bəri, o zaman Türkiyənin İsrail, Amerikanın müttəfiqləri olub. Həmin bu yaxın şərqdə. Və əlbəttə ki, bu günləri bu klassik respublikaçılar hakimiyyətə gəlir. Belə baxanda. Baxmayaraq onların arasında belə radikal sağçılar da var, o MAGA deyilənlər. Amma klassik respublikaçılar Reaganla bağlı həmin o respublikaçılardır. Və mən ümid edirəm ki, həm yaxın şərqdə olan onların siyasəti, Cənubi Qafqazda onların olan siyasəti buradan irəli gələrək Azərbaycanla Amerikanın münasibətini daha da gücləndirə bilər. Bizim imkanlarımız daha geniş ola bilər. Çünki geosiyasi konjunktur belə siyasi konjunktur. 100 ildə bir dəfə olur. Amma bu bugün var. Bu sabahları olmaya bilər. Ona görə biz bu günləri ağılla hərəkətimizi etməliyik və necə biz davam edirik belə çox şahəli bir xarici siyasət, nə Rus pərəz, nə İran pərəz, nə Qərb pərəz, nə Çin pərəz, Azərbaycan pərəz və ona görə görürsünüz ki, çoxların hamının bizə ehtiyacı var, hamının Türkiyəyə ehtiyacı var. Bu ümid edirəm ki və hesab edirəm ki, bugünkü bu geosiyasi durumda çox bir düzgün bir mövqedir. Elə qərb demişkən mən istərdim ki, digər sualımı mənsə Avropa ilə əlaqədar sizdən soruşum. Çünki cənab prezident də çıxışı zamanı məhz bu məsələyə toxunmuşdu. Yəni, Avropa Komissiyası nəyi düzgün şəkildə görmür, nəyi doğru şəkildə qiymətləndirmir və sizcə nəyə görə Ermənistana daha çox dəstək olunur və sadəcə görmək istədikləri və belə deyək, dırnaq içində güclü hesab etdiklərinin yanındadılar? Deməli, bilirsiniz, ekspert həkim kimi bir insandır. Yəni ki, həqiqətən düzgün həkimdirsə, düzgün ekspertsə, nə solda olmalıdır, nə sağda. Mərkəzdə durmağı bacarmalıdır. Prosesdən üstün durmalıdır. Ürəyində olanı danışmamalıdır. Həqiqəti deməlidir, bacarırsa. O baxımdan sualınıza cavab olaraq mən deyim ki, onların əsas problemi bilirsiniz nədədir? Məsəl üçün, xəstəlikdən danışdıqda, xəstəlik bir gün onkologiyadır. Onkologiya gedib ximioterapiya eləyirlər, düzdür, kimyəvi terapiya eləyirlər. Və kimyəvi terapiya eləyəndə bir də görürsünüz, metastazın bəzi yerləri qaldı. Bu sol liberal ideologiya ki var idi 30 il ərzində, hansı ki iflasa uğradı Amerikanın özündə. Bu sosial sifariş idi Amerikada. İndi bu sosial sifariş yavaş-yavaş gedib çıxır Avropaya. Amma Avropada hələ ki, mən deyən kimi, həmin o metastazlar, bəzi metastazlar, ələxüsus Avropa İttifaqında, onun parlamentində, başda Fransa olmaqla, orada hələ ki qalıb. Əlbəttə ki, bu artıq qorxulu deyil bizlər üçün. Amma bu var. Biz bunu nəzərə almalıyıq. Çünki it hürər, karvan keçər. Biz bunu görmüşük artıq. Bu Biden'ın dövründə, 4 il ərzində, erməni pərəst Biden'ın dövründə biz hər şeyə nail olmuşuq. Hətta nə siz, nə mən gözləmirdik ki, bu proqrama minimum olacaq. Yəni ki, proqram minimum var, proqram maksimum. Minimumu elədik, amma getdik maksimuma da çatdıq. Yəni ki, ona görə onu Biden administrasiyasının dövründə eləyə bilmişiksə, Avropalar kimdir bu məsələdə? Baxın, görün, onlar dişsiz necə aparırlar özlərini Ukraynanın özündə, indiyə kimi. Biz bunu nəzərə almalıyıq, coğrafiyamızı nəzərə almalıyıq. Müttəfiqlərimizi düz seçməliyik, hansını ki biz düz seçmişik və Amerika ilə Avropanın arasında nə qədər çox rəqabət olsa, o da bizim xeyrimizədir. Deməli, bu rəqabətdə biz güclü tərəfin yanında olmalıyıq. Çünki güclü tərəf, demirik ki, ondan müttəfiqliyə, çünki güclü tərəf bu günləri Amerikadır. Amerikada artıq can dağıtır bu məsələdə. Ona görə Avropada istər-istəməz bunu nəzərə alaraq o da öz siyasətini, anti-Azərbaycan siyasətini, bu havasını dəyişdirəcək. Çünki bu günlər o parlament heç nə həll eləmir. Amma Avropa İttifaqı da Azərbaycana, bu logistikaya, bu coğrafiyaya böyük ehtiyacı var. Və bu coğrafiyada lider dövləti Cənubi Qafqazı götürəndə Azərbaycandır. Bu 6 dənə ölkəni götürəndə, yaxın şərqdə götürəndə lideri də Türkiyədir. Türkiyəsiz, Azərbaycansız bu regiona onlar ayaq basa bilməzlər. Ona görə əlbəttə ki, ağılları yavaş-yavaş gələcək başlarına. Və son sualım ondan ibarətdir. Dünyanın yeni nizama ehtiyacı var. Siz bu nizamı nədə görürsünüz? Deməli, birinci dünya müharibəsindən sonra çox qutblu dünya vardı. O zaman Versal müqaviləsi imzaladılar.
Amma ki bildiyiniz kimi çox sürmədi. İkinci Dünya müharibəsi başladı. Birinci müharibədə də Almaniya var idi, ikinci müharibədə də səbəbkarı Almaniya idi. Orada da onun belini qırıblar, müqabilə onların xoşlarına gəlmədi, can atdılar. İkinci müharibə qurtarandan sonra orada da onların belini qırıblar. Yeni iki qutblu dünya əmələ gəldi. Amerika ilə Sovet İttifaqı. 91-də Soyuq müharibə qutaranda, Sovet İttifaqı dağılanda Amerikanın, Qərbin ən böyük siyasi səhvi o idi ki, o avtomatik olaraq hesab ediblər ki, bir qutblu dünya artıq var. Daha heç kim bizdən rəqabət apara bilmir. Və yeni dünya nizamı yaratmayıblar. Və bu ona görə gedib nəyə çıxartdırdı? Bu gedib çıxartdırdı ki, bu günləri Çin artıq ikinci iqtisadiyyat oldu. Çin, Avropa İttifaqı, bir də Amerikada. Birinci Amerikada 25%, 20% bunlardadır. Üçüncü yerdə də Avropa İttifaqı gedir. Ondan başqa Rusiya 2007-ci ildən məşhur Putinin Münxendə çıxışından sonra artıq ayağa durdu. Gürcüstana təcavüz elədi. Onu da yedilər. 2014-də getdi Krıma çıxdı. Onu da yedilər. Və getdi bu günləri Rus-Ukrayna savaşı başladı. Ya bu onların səhvi ucbadından olub. Artıq bu ilişdi. Dalana ilişib. Ona görə istər-istəməz bu günləri onlar dünya nizamı dəyişdirəcəklər. Amma necə olacaq? Hamı bu sualın cavabını axtarır. Mən keçən il Bakıya gələndə Xəzər Universitetində mənim çıxışım olub və mən orada belə bir fikir söylədim ki, məşhur Sakratla Platonun söhbəti var idi. Və orada Platon ona dedi ki, güclü şəxsiyyətlər yaxşı zaman yaradırlar. Yaxşı zamanlar zəif insanları doğurur. Zəif insanlar çox çətin zamanı yaradır. İndi artıq sual gəlir, çıxır. Bu günləri görürsünüz də, qəliz bir zamanda biz durumda yaşayırıq. Həmin o Donald Trump, həmin o şəxsiyyətli, o güclü şəxsiyyət ya yox. Heç kim bu suala bir günləri cavab verə bilməz. Amma bu sosial sifarişdir. İndi bu sosial sifariş müsbətə doğru gedəcək, mənfiyə doğru gedəcək. Həmin o Hitlerin hakimiyyətə gəlməyi, o da sosial sifarişidir. O da sosial sifarişdir ki, Alman xalqının sifarişi idi ki, Versal müqaviləsi onları qane etmədi və sosial sifariş gedir. Sifariş müsbət də ola bilər, mənfi də olar. 17-də bolşeviklər də gələndə bu sosial sifarişdir. O baxımdan bu sosial sifarişində nəyə doğru gedəcəyi heç kim deyə bilməz. Ona görə belə məqamda ayıq olmaq lazımdır. Çox təşəkkür edirəm sizə bizə zaman ayırdığınız üçün. Teşekkürler. Подпишитесь на наш канал Будра Ньюс и будьте в курсе всех событий.